Deməli, sadə cümlənin şəxsə görə növlərinə baxaq, bir yerdə görək, təhlil edək, nələr var, nələr yoxdur. Sadə cümlənin şəxsə görə 5 növü var. Müəyyən şəxsi cümlələrimiz var, qeyri-müəyyən şəxsi cümlələrimiz var, ümumi şəxsi cümlələrimiz var, adlıq cümlələr var və şəxsiz cümlələrimiz var. Baxaq görək bunlar hamısı nələrdir, hansılardır, bir-bir fərqini izah edək. Ekranımızı tərsinə çevirək. Aha. Deməli, deyirik ki, müəyyən şəxsli cümlə nədir? Cümlənin mübtədəsi varsa, bu cümləyə deyirik nə? Müəyyən şəxsli cümlə. Mübtədəsi olan cümləyə deyirik nə? Müəyyən şəxsli cümlə. Məsəl üçün, deyirəm, mən dərs oxuyuram. Mən dərs oxuyuram. Bu oldu nə? Cümlədə nə edirəm? Oxuyuram. Nəyi? Dərsi. Kim? Mən. Bax, bu cümləmizin mübtədəsi varsa, bu oldu müəyyən şəxsli cümləmiz. Bəzən ola bilər ki, cümlədə mübtədə olmasın və bunu asanlıqla bərpa etmək mümkün olsun. Bu necə olur? Burada məni silirəm. Deyirəm ki, dərs oxuyuram. Və sonunda işlənən həmin o şəxs şəkilçisindən, bu am-əm şəxs onluğundan mən tanıyıram ki, burada nə var? Mübtədəsi birinci şəxsdədir. Yəni, məndən söhbət gedir. Demək ki, bu da olur yenə nə? Müəyyən şəxsli cümlə. Konkret cümlənin mübtədəsi varsa, oldu müəyyən şəxsli cümlə. Və əgər mübtədə yoxdursa, mən buna asanlıqla bərpa edə bilirəmsə, bu da olur yenə nə? Müəyyən şəxsli cümlə. Bir dənə bunu üçüncü şəxsdə istisna eləyirik. Əgər xəbər üçüncü şəxsin cəmində işlənirsə və mübtədə yoxdursa, bu zaman bunu bərpa etməyə ehtiyac yoxdur. O qeyri-müəyyən şəxsi cümlədir. Qalan hamısını da bərpa edə bilərik. Məsələn, deyirəm, kitab çox maraqlı idi. Nə? Kitab. Cümlənin mübtədəsi var. Deməli, nədir? Müəyyən şəxsli cümlədir. Və yaxud da deyirəm ki, sabah müəllim yeni dərs izah edəcək. Kim? Müəllim. Cümlədə mübtədə varmı? Var. Deməli, nədir? Müəyyən şəxsli cümlədir. Və yaxud da deyirəm ki, sabah bizə gələcək. Yəqin ki, o gələcək də və yaxud da yerinə qoyuram ki, Leyla gələcək. Demək ki, burada da mübtədəni rahat bərpa eləyə bilirəm. Olur müəyyən şəxsli cümləmiz. Sonra gəldik qeyri-müəyyən şəxsi cümlələr. Qeyri-müəyyən şəxsi cümlələr nədir? Burada mübtədəsi olmur, nisbətən təsəvvür olunur, lakin bərpa eləyə bilmərik. Və xəbəri olur nədə? Üçüncü şəxsin cəmində. Üçüncü şəxsin cəmində. Bu arada müəyyən şəxsi cümlənin xəbəri bütün şəxslərin həm təkində, həm cəmində ola bilərdi. Amma qeyri-müəyyən şəxs cümlənin xəbəri üçüncü şəxsin cəmində olur. Məsəl üçün, deyirəm, gecə bizi oyatdılar. Oyatdılar. Bizi kim oyatdı? Bilirikmi? Nə etdilər? Oyatdılar. Kimi? Bizi. Tamamlıq. Nə zaman? Gecə. Bax, cümlədə mübtədə yoxdur. Xəbərdə üçüncü şəxsin cəmindədir. Deməli, bu nədir? Qeyri-müəyyən şəxsli cümlədir. Aydın oldu mu? Daha sonra deyirik ki, buradan istəsəm, məsəl üçün, qabağına onlar gecə bizi oyatdılar. Bunu qəti şəkildə qoymağımıza ehtiyac yoxdur. Əgər biz qabağında onlar, nə bilim, uşaqlar, nə bilim, polislər, kimlər qabağında mübtədə görsək, bu müəyyən şəxs hesab olunur. Yox, əgər bax bu formada cümlənin mübtədəsi yoxdur və xəbər üçüncü şəxsin cəmdədirsə, buna deyirik nə? Qeyri-müəyyən şəxsli cümlələr. Daha sonra gəldik nəyə? Gəldik ümumi şəxsli cümlələrə. Yazaq ümumi şəxsli cümlələr. Bunu da fərqli rənglə yazaq. Ümumi şəxsli cümlələr. Ümumi şəxsli cümlələrin xəbəri ya ikinci şəxsin təkində olur, təki, ya da üçüncü şəxsin cəmində olur. Bu nədir? Burada fikir ümumilikdə hamıya aid olur, hamı nəzərdə tutulmuş olur və yadda saxlayın ki,
bu cümlələrin də mübtədəsi olmamalıdır. Bu cümlədə mübtədə gördünüzsə, demək ki, bu müəyyən şəxsi cümlədir. Yox, mübtədəsi yoxdursa və fikir ümumilikdə hamıya aid olunubsa, bu olur nə? Ümumi şəxsli cümlə. Daha çox bura aforizmlər, atalar sözləri, məsəllər aiddir. Təbii ki, mübtədəsi olmayan atalar sözləri, aforizmlər. Tutaq ki, deyirəm ki, böyüyə hörmət edərlər. Böyüyə hörmət edərlər. Bax, mən bunu təkcə bir nəfərə demirəm ha. Mən bunu qrupdakı hamıya deyirəm. Üstəlik, bunu mən təkcə mən demirəm ki, məsələn, başqa müəllimlər də deyir, başqa şəxslər də deyir və yaxud da mənim özümə də məndən fərqliləri deyir. Misal belə, böyüyə hörmət nə edərlər? Hörmət edərlər. Kimə? Böyüyə. Cümlənin mübtədəsi yoxdur. Xəbəri. Bax, burada da görürsünüz, üçüncü əmrdə ola bilər. Üçüncü əmrdə də və fikir ümumilikdə hamıya aiddir. Bütövə aiddirsə, bu olur nə? Ümumi şəxsli cümlələr. Və yaxud da kiçiyə salam verərlər, uşağa da salam verərlər və s. və ilaxır bu formalı. Harda atalar sözü görəndə gedib tezcə ümumi şəxsi deməyin ha. Məsələn, deyirəm ki, tək əldən səs çıxmaz. Nə etməz çıxmaz? Nə? Səs. Bax, tək. Bu atalar sözüdə əldən səs çıxmaz. Nə etməz çıxmaz? Nə çıxmaz? Səs. Bu cümlənin nə olsun atalar sözüdür? Mübtədəsi var. Deməli, bu nədir? Müəyyən şəxsli cümlədir. Mübtədə gördümsə müəyyən şəxsli cümlədir. Amma mübtədəsi olmasaydı, yenə bax bu yuxarıdakı cümlə kimi bu formada. Mübtədəsi olmayıb fikir hamıya aid olsaydı, bu olardı ümumi şəxsli cümlə. Sonra keçək nəyə? Şəxsi cümləyə. Şəxsi cümlələrimiz deyirik ki, burada mübtədəsi olmur və onu biz heç cürdə nə edə bilmərik? Bərpa eləyə bilmərik. Şəxsi cümlə. Şəxsi cümlələrin xəbəri olur üçüncü şəxsin nəyində? Təkində. Təkində. Üçüncü şəxsin təkində. Və. Burada nəyə fikir vermək lazımdır şəxsi cümlələrdə? Xəbəri adətən şəxsiz feillər var idi. Feilin şəxsiz forması. Şəxsiz forması. Həmin orada işlənir. Bir dəqiqə düz yazmadım sözü. Şəxsiz. Aha. Deməli, feilin şəxsiz formasında işlənir adətən. Məsəl üçün, filmə baxıldı. Nə edildi? Baxıldı. Nəyə? Filmə. Cümlədə mübtədə yoxdur. Heç şəxsini mən müəyyən eləyə bilmirəm. Kim baxıb o filmə, nə vaxt baxıb, heç birini müəyyən eləyə bilmirəm. Bu olur nə? Şəxsiz cümləmiz həmçinin. Bir də bunun xəbəri ifadə oluna bilər ismi xəbərlə. Yəni, məsəl üçün, deyirəm ki, artıq gecdir və yaxud eləcə deyirəm, gecədir, axşam idi, günorta idi. Bu tipli xəbərlərdə gördüksə, deməli nədir? Bu cümlədə şəxs mübtədə yoxdur və bu şəxsiz cümlə hesab olunacaq. Və nəhayət, gəldik ən sonuncu adlıq cümlələrə. Düşünürəm ki, adlıq cümlələri daha çox sevəcəksiniz. Burada xəbər olmur. Sadəcə varlığın adı, əlaməti. Adı çəkilir, əlaməti göstərilir. Məsələn, deyirəm, gözəl bir yaz səhəri, maraqlı bir gün, dəyərli insanlarla xoş söhbətlər. Bax, bu tiplidir. Görürsünüz, sonunda heç bir xəbərdən istifadə eləmədim. Xəbərlik şəklisi qəbul eləmiş heç bir sözdən istifadə eləmədim. Belə olan halda buna nə deyirik? Deyirik ki, adlıq cümlələrdir. Aydın oldu mu? Bu da belə. Bir də bizim bir dənə qısa bir izahlıq dərsimiz var. Onu da deyim. Deməli, deyirik ki, söz cümlələrimiz var. Söz cümlələr nədir? Qoy onu da yazaq. Üzvlənməyən, belə deyim, söz cümlələr. Üzvlənməyən cümlələr də deyirik bunlara. Məsələn, sual verirəm ki, dərsə hazırsan, sən qısaca bir cavab verirsən, deyirsən ki, hə. Deyirsən ki, bəli. Bəli. Deyirsən ki, əlbəttə. Bu olur nə? Söz cümlə. Deməli,
Üzvlənməyən və köməkçi nitq hissələrdən ibarət olan cümlə olur söz cümlə. Hə, yox, bəli, xeyr ədadları işlənə bilər. Daha sonra əlbəttə, sözsüz, şəksiz bu kimi modal sözlər işlənə bilər ki, bu bəzi məqamlarda da nidalar işlənir. Məsəl üçün sevinirsən, onu bircə cümlə ilə vay deyirsən, wow deyirsən bu formada. Və yaxud da qorxursan, ayda eləyirsən. Həmin bax bunlar olur nə? Söz cümlələr. Çünki bunlar heç mən həni hansı cümlə üzvü götürüm? Əlbəttə, hansı cümlə üzvü götürüm? Cümlə üzvü ola bilmir axı. Belə olan halda deyirik nə? Bunlara söz cümlələr. Əgər qarşınıza bu formada çıxsa ki, məsəl üçün, hə, hazıram. Bu yox. Bu müəyyən şəxsi cümlədir. Çünki hə, mən hazıram deməkdir. Bunun mənini biz özümüz burada olmasa da təsəvvürümüzdə yarada bilirik. O müəyyən şəxsi cümlədir. Və yaxud da bəli, gələcək tutaq ki. Gələcək. Yəni kim gələcək? O gələcək. Deməli, bu yenə nədir? Müəyyən şəxsi cümlə hesab olunur. Amma söz cümlə olması üçün bunlara ehtiyac yoxdur. Sadəcə olaraq hə, yox, bəli, xeyir, əlbəttə, şəksiz, şübhəsiz və s. və ilə axır. Bu kimi modal sözlərdən, ədadlardan, bəzi məqamlarda nidalardan istifadə oluna bilər. Bu qədər. Sadə cümlənin şəxsə görə növləri bu izah elədiyimiz, adını çəkdiyimiz deməli nədən ibarətdir? Mövzulardan ibarətdir. Kim nəyə başa düşmədi? Hamıya aydındırmı? Leyla, Məhəmməd başa düşdü? Aydındır. Aha, əla, lap yaxşı. Deməli evdə oxuyursunuz həmin bax bu mövzunu. Sadə cümlənin şəxsə görə növləri mövzusunu. Daha sonra test olaraq işləyirsiniz. Deməli nəyi? Axırıncı nədə qalmışıq sizlə? O sınaq idi, o başqa məsələ. Evə ən sonuncu mən testinə vermişəm toplu testindən. 2 dənə mətn idi. Mövzu işləməmişik də onda. Eləmi? Köməkçi hissələrini işləyib bitirmişik. Bəli. Aha, elə ondan sonra keçməmişik, düzdürmü? Aha, yaxşı. Ondan sonra gələn mövzu bir dənə qoyun dəqiq gözüm baxım. Görüm ondan sonra nə gəlir. Nitq hissələrinin morfoloji xüsusiyyətləri gəlir test olaraq. Həm oradan götürürsünüz, oradan 50 test götürün. Deməli, yox, o gün neçə test var, dayanın. Səhifə 91-də başlayır. Hə, bu azdır. Buradan götürürsünüz 30, 40-a qədər. 40 test buradan götürürsünüz. Sonra da gəlir söz birləşmələri, sintaktik əlaqələr. Buradan da götürürsünüz neçə dənə? 55 testi açıqlarına ehtiyac yoxdur. Götürürsünüz 48-ə qədər işləyirsiniz. 40 dənə biri, 48 dənə də biri oldu. Deməli, söz birləşmələri 48, nitq hissələrinin morfoloji xüsusiyyətləri 40 dənə test. Bunları işləyirsiniz. Dərs olaraq da sadə cümlənin şəxsə görə növlərini oxuyub öyrənirsiniz. Sual olan varmı? Təkrara nəsə verirsiniz mən? Hə, təkrar olaraq da zərfi götürürsünüz. Təkrara da zərfi götürün. Hə, yaxşı yadıma saldın, yadımdan çıxırdı, baxın. Təkrara da zərf, gələn dəfə zərfə aiddir testlərə baxarıq. Həm də bu testlərimizə səhvlərinə baxarıq. Yaxşı. Aha. İstəyirsiniz laf qrupa yazın, yaddan çıxmasın, hamıya uyğun olsun, hamı görsün. Belə bu formada Zülfiyə burada dərsə gecikmə, vaxtında qoşulun. Bir neçə dəqiqəni başa düşmək olar, amma sən tamamilə yarım saatını itirmişdin dərsin. Ona görə də nəzərə alın, bilin ki, sizin dərsləriniz var və buna uyğun davranmaq, buna uyğun düzgün vaxt təyin eləmək lazımdır. Formada hazırlaşırsınız, oxuyursunuz, çox oxuyun, çox çalışın.
Həmişə deyirəm bu sözü. Məsuliyyətli olun. Yarı məndədirsə mən izahımı verdim. Özlərimə düşəni elədim. İndi sizin üzərinizə düşən hissə nədir? Təbii ki, oxuyub öyrənmək. Belə. Bir də ola bilər ki, bir dənə də test göndərərəm qrupunuza işləmək üçün sınaq. Nə qədər çox mətinli sınaqlar görsəz, bir o qədər sizə faydalıdır, xeyirlidir. Onu işləyərsiniz. Yenə cavablarını da göndərərəm o formada bildiyimdə. Yoxlayar, nəticə çıxardarıq. Belə. Görüşərik növbəti dərsimizdə. Sağ olun. Hələlik uğurlar ərdinizə. Sağ olun.